Əmlak amnistiyası ilə bağlı Vüsal bəyin də münasibətlərini öyrənmək. Mən dəyərli natiqimizin sözünə qüvvət olaraq deyim ki, bələdiyyələr də əmlak vergisini və torpaq vergisini mütləq şəkildə çıxarış olduğu halda vətəndaşdan ala bilirlər. Çünki bələdiyyələr də bu məsələdə maraqlıdır ki, çıxarışlar alınsın və ən azından bələdiyyə büdcəsində daha artıq maliyyə vəsaiti daxil olsun və vətəndaşların probleminin həllində biz də daha aktiv şəkildə, daha yüksək səviyyədə iştirak edək. Çünki bu günləri vətəndaşlar bir ifadə işlədirlər ki, bələdiyyələr heç bir iş görmür. Lakin bələdiyyələr həqiqətən də rayon ərazisində çox işlər görürlər. Sadəcə olaraq bayaqları dəyərli apardığımızın fikri dedi ki, reklam məsələsi. Bələdiyyələr bu işi reklam eləmirlər, belə deyim. Təbliğatını çox yüksək səviyyədə aparmırlar. Bu, bəli, bizim mənfi tərəfimizdir. Lakin rayon ərazisində çox yüksək səviyyədə işlər görülür. Əsasən də məhəllə daxili yolların asfaltlanması, sosial vəziyyəti aşağı olan əhalilərə, vətəndaşa müəyyən yardımların olunması, abadlığın aparılması prosesi bələdiyyənin səlahiyyəti daxilindədir və bunu eləyə bilir. İndi ümid edirəm ki, qanunvericilikdə müəyyən dəyişikliklər olunacaq və ya əmlak amnistiyası prosesi daha da sürətlənəcək və nəticə etibarilə həm sığorta bazarında olan durğunluq aradan qalxacaq, həm də bələdiyyələrin fəaliyyət sahələri genişlənəcək maliyyə nəticəsində.